Salam uşaqlar, axşamınız xeyir olsun. Ümid edirəm ki, işləriniz və səhhətiniz qaydasındadır. Mənim səsim getdikcə daha da pisləşir, fərqindəyəm. Sadəcə bəzi mövzular var ki, istəyirəm ki, imtahana az vaxt qalmışkən bunların testini və qaydasını kanala yükləyim. Bunlardan biri də types of sentences-dir, yəni cümlə növləri, əsasən də sual cümlələri. Deməli, cümlələr uşaqlar Azərbaycan dilində bilirik biz bu qaydanı. Məqsədinə görə 4 qrupa bölünür. Hərçənd burada müəllif intonasiyasına görə qeyd edibdir. Amma biz cümləni sadəcə intonasiyanı dəyişməklə dəyişmirik də. Burada struktur da dəyişir, söz sırası da dəyişir, sual sözü də əlavə edirik. Və ən önəmlisi bizim bu fərqli cümlələri işlətməkdə məqsədimiz fərqlidir. Yəni, sual cümləsini işlədərkən mən məlumat almaq istəyirəm. Nəqli cümlə işlədərkən mən məlumat vermək istəyirəm. Əmr cümləsi işlədərkən mənim məqsədim kiməsə əmr verməkdir, xahiş etməkdir. Nida cümləsi işlədərkən mənim niyyətim, məqsədim, hiss həyəcanımı ifadə etməkdir. Ona görə də cümlələr məqsədinə görə 4 qrupa bölünür. İndi gəlin başlayaq bir-bir. Əsası sual cümlələri. Sual cümlələrinin 4 növü var. General questions, special questions, alternative questions and disjunctive questions. Bunları öyrənmənizdə fayda var. Ən azından testin başlığında görəndə biləsiniz ki, sizdən nəyi soruşur, nəyi istəyir ki, yerinə yetirəsiniz. İndi bir-bir bu sual cümlələrinin növlərinə baxaq ki, fərqləri nədir bir-birlərindən. Birinci, ümumi suallar, general questions və yaxud da yes-no questions deyilir bunlara. Yes-no questions deyilməsinin ən önəmli səbəbi odur ki, bu suallar yes-no cavabı tələb edir. Yəni, qısa cavab tələb edir. Ümumilikdə bütün cümləyə sual verilir. Azərbaycan dilində biz bunu əsasən intonasiya ilə veririk, formalaşdırırıq bu sual cümləsini. Məsələn, çay içirsən, yemək yeyirsən, evə gəlirsən, gördünüzmü? Amma ingilislər nə edir? Burada köməkçi və ya modal feilləri mübtədadan önə keçməsi ilə düzəldir. They live in Rustavi. Onlar Rustavidə yaşayırlar. Do they live in Rustavi? Onlar Rustavidə yaşayırlar. Gördünüzmü? Köməkçi feil mübtədamızın önünə keçərək bizim ümumi sual cümləmizi yaratdı. Mən də onlar Rustavidə yaşayırlar sualına ya hə ya yox deyəcəm. Bununla da mənim dialoqum yekunlaşacaq. İndi baxaq xüsusi suallar, special questions və yaxud da WH, how questions. Bu WH, how questions deyilməsinin səbəbi odur ki, bu cümlələrdə işlənilən sual sözləri ya WH ilə başlayır, ya da how ilə başlayır. Özünüz də bu cədvəldə görə bilirsiniz ki, başqa cür başlanan sual sözü yoxdur. Ona görə WH və how questions deyilir. Bu xüsusi suallar nədir? Cümlənin ayrı-ayrı üzvünə verilən suallardır. Mübtədaya verilən sual, xəbərə verilən sual, ikinci dərəcəli üzvlərə verilən suallar. Deməli, bunlar ümumilikdə nə adlandı? Xüsusi suallar. My sister studies at university. Universitetdə oxuyur bacım. İndi burada at university, yəni yer zərfinə sual verəcəm. Where does my sister study? Mənim bacım harada oxuyur? İndi buradakı ümumi strukturu veribdir sizə. Sual sözü, üstəgəl köməkçi feil, üstəgəl mübtəda, üstəgəl əsas feil. Köməkçi feil və ya modal feil ikisindən biri ola bilər. Amma bu struktur dəyişir. Nədən dəyişir? Cümlənin hansı üzvünə sual verməmizdən asılı olaraq bu struktur dəyişir. İndi gəlin detallı buna baxaq. Birinci, mübtədaya verilən suallar. Questions given to the subject. Subject mübtəda deməkdir. Burada strukturumuz necə olur? Sual sözü, üstəgəl birbaşa əsas feil. Yəni cümlənin xəbəri. Who, what biz əvəzlik mövzusunu keçəndə də bilirdik ki, orada demişdik ki, who, kim, canlılara verilən mübtədanın sualıdır. What, nə, cansızlara verilir. İndi gəlin bir-bir diqqət edək. Mübtədaya sual verdikdə söz sırası nəqli cümlədəki kimi olur. Yəni, bizim söz sıramız necə olur adətən? Mübtəda, üstəgəl xəbər kimi olur. Düzdürmü?
İndi baxmayaraq ki, bu sual cümləsidir. Yenə də söz sırası nəqli cümlədəki olduğu kimi qalacaq. Baxın, mübtədanın yerində olacaq bu bizim sual sözlərimiz. Bu bizim olacaq mübtədamız. Xəbərimiz də ki, öz yerində qalacaqdır. Daha burada köməkçi feil işlənməyəcək. Baxmayaraq ki, sual cümləsidir. Üçüncü, canlılar üçün who, can sözlər üçün what işlədilir. Bunu da dedik. 4-ə baxaq. Əgər cümlə inkarda olarsa, biz dedik ki, do, does, did köməkçi feil işlənmir. Yəni, biz öyrənmişdik ki, suallarda do, does, did köməkçi feil mübtədanın önünə keçər. Sualda, təsdiqdə bunları işlətməyəcəyik. Amma axı bizim inkarımız da köməkçi feillə düzəlir. Ona görə bu inkarda do, does, did-ə ehtiyacımız var. Sadəcə diqqət etməmiz gerəkən bir məqam var ki, biz öyrənmişdik ki, əgər mübtədaya who və what mübtədaya sual verirsə, bizim cümləmiz olacaq üçüncü şəxsin təkində. Üçüncü şəxsin təkində indiki zamanda doesn't işlədirik. Keçmişdə did, didn't işlədirik. Didn't-ın fərqi yoxdur. Bütün şəxsləri didn't. Amma indiki zamanda üçüncü şəxsin təkində doesn't işlənir. Don't digər şəxslərdə işlənir. Yəni don't cəmlik bildirir. Ona görə biz don't işlətmirik. 5-ə baxaq. Əsas feil məsdərə qayıtmır. Əlbəttə, niyə qayıtsın ki? Yəni, məsdər öyrənmişik ki, feilin şəxsiz formasıdır. Cümlənin xəbəri olmur. Mən mübtədaya sual verirəm deyə xəbərlə nə işim var? Xəbər olduğu kimi orada qalır. Sadəcə biz onu əgər indiki zamandadırsa, biz ona S şəkilçisi əlavə edirik. Yəni, çeviririk üçüncü şəxsin təkinə. Keçmiş zamandadırsa, olduğu kimi qalır. Ya kökdən dəyişəcək qaydalı kimi, ya da ki, qaydalı kimi idi qəbul edəcək, qaydasız kimi kökdən dəyişəcək. Artıq burada nəqli cümlədəki mübtədamın hansı şəxsdə olmağının önəmi yoxdur. Mən biz də deyə bilərəm, onlar da deyə bilərəm, siz də deyə bilərəm. Sual verərkən xəbər mütləq üçüncü şəxsin təkində olmalıdır. Cəm qəbul etmirəm. Təsdiqdə köməkçi feil lazım deyil. İnkarda doesn't olar, didn't olar, amma don't olmaz. Tamam mı? İndi gəldik müqayisəyə, hansı ki, who və what təkcə mübtədaya deyil, həmçinin tamamlığa da sual verə bilir. Düzdürmü? Biz bunu əvəzlik mövzusundan da bilirik. Bu zaman bizim köməkçi feil işlətməmiz mütləqdir. Məsəl üçün, baxın, books helps us. Kitablar bizə kömək edir. Nə bizə kömək edir kitablar? Baxın, sual verərkən avtomatik xəbərim keçdi üçüncü şəxsin təkinə, çünki mübtədaya sual verirəm və köməkçi feil işlətmədim. Amma indi ikinci cümləyə baxaq. They see books on the table. Burada artıq books tamamlıqdır. Onlar stolun üstündə kitabları gördülər. Bu mənim tamamlığımdır. Tamamlığa sual verərkən mənim köməkçi feilə ehtiyacım var. Artıq bu köməkçi feil mübtədama uyğun olaraq işlədiləcək. Biz bilirik ki, xəbər mübtəda ilə uzlaşır, düzdürmü? Mənim də cümləmdə mübtəda itmədiyinə görə mən mübtədaya sual verdim, tamamlığa sual verdim. Mübtədam olduğu kimi qalıb. Ona görə də xəbərimi də, köməkçi feilimi də mübtəda ilə uzlaşdıracağam. Uşaqlar, üzr istəyirəm. Ortada səs yazmanı saxladım, rekordu saxladım. Amma harada qalmışam, tam yadımda deyil. Ona görə bu cümləni təkrar deyəcəm ki, baxın, burada biz tamamlıq işlətdik, düzdürmü? Onlar stolun üstündə kitabları gördülər. Mən tamamlığa sual verdiyim üçün köməkçi feil istifadə etdim. Əlbəttə ki, bu köməkçi feili mən zamana görə seçəcəm. Bu indikidədir deyə, indikidə idi deyə mən do işlətdim. Və artıq mübtədam burada durubdur da, heç yerə getməyibdir. Mübtədama görə də bu do'dumu, does'dumu ona qərar verəcəm. Tamam mı? Bu qədər. İndi daha çox subject-object questions var. Bunları artıq özlüyünüzdə oxuyub, bu Nərgiz Nəcəfin kitabıdır, özünüzdə oxuyub müqayisə edə bilərsiniz. Yuxarıda danışdığımız şeylərin eynisidir. İndi keçək ikinci cümlə üzvümüzə.
Burada mübtədanın təyininə verilən suallardan söhbət gedir. Azərbaycan dilində belə bir şey yoxdur. Ay mübtədanın təyininə verdim, ay tamamlığın təyininə sual verdim. Bizə təyindir. Amma ingilis dilində bizdən fərqli olaraq mübtədanın təyininə sual verirəmsə, eyni ilə mübtədaya sual verdiyim kimi söz sırası nəqli cümlədə olduğu kimi qalır. Yəni mübtəda üstəgəl xəbər olacaq. Burada üstəgəl təyin də var. Yəni bu təyinə sual verdim mən. Amma bu təyinə sual verməyim mənim cümləmdə heç bir dəyişikliklə nəticələnməyəcəkdir. Baxın, köməkçi fe'l işlənmir, əsas fe'l məsdərə qayıtmır. Bu niyə deyir, mən başa düşmürəm. Xəbərim niyə məsdərə qayıtsın ki? Xəbər məsdərə qayıtsa necə xəbər ola bilər? Mən cümlənin xəbərini hara itirim? Baxın, what accident, hansı hadisə baş verib gecə? Mübtədam budur. Mübtədamın təyinini sual vermişəm. Söz sıram olduğu kimi qalıbdır. Nə köməkçi fe'l artırmışam, nə zaman dəyişmişəm, nə artıq üçüncü şəxs zat söhbəti eləmişəm. Axı mənim mübtədam burada durur. Mübtədam nəyi tələb edirsə, xəbərim o şəxsdə, o kəmiyyətdə olacaqdır. Burada heç bir dəyişiklik olmayacaqdır. Sadəcə nəqli cümlədə məsəl üçün. Burada yazıram. The thick book is on the table. Qalın kitab onun üstündədir. Which book is on the table? Gördünüzmü? Heç bir şey dəyişilmədi. Mən sadəcə the thick book, yəni mübtədamın təyinini sual sözü ilə əvəzlədim. Yəni ona sual verdim. Qalan hər şey olduğu kimi yazdım. Bu qədər. Lakin which, what, whose, how many, how much təkcə mübtədanın təyinini deyil, həmçinin tamamlığın təyinində sual verə bilər. Bu zaman necə ki biz bu tərəfdə dedik, tamamlığa sual verərkən köməkçi fe'l işlədilməlidir. Eləcə də burada tamamlığın təyininə sual verirəmsə, mütləq köməkçi fe'l işlədilməlidir. How many people came to the party? Partiya neçə nəfər adam gəlmişdi? Bunu quantifier təyinidir mübtədanın. Ona görə burada heç bir dəyişiklik yoxdur. Amma sən partiya neçə nəfər dəvət etmisən deyəndə artıq bu tamamlıqdır. Tamamlığın təyininə sual verdiyim üçün köməkçi fe'l işlətdim. Nəticəyə baxaq, yəni ümumiləşdirək indiyə qədər öyrəndiklərimizi. Sual mübtədaya və ya onun təyininə aid olduqda sual sözündən sonra köməkçi fe'l istifadə olunmur. Cümlə olduğu kimi, yəni nəqli formada qalır. Amma tamamlığa və təyininə sual versəm, köməkçi fe'l istifadə edirəm. Və yaxud da modal fe'li keçirdirəm mübtədanın önünə. Yəni burada modal fe'l üstəgəl mübtəda, üstəgəl əsas fe'l, yəni xəbər olacaq. Və yaxud da köməkçi fe'l üstəgəl mübtəda, üstəgəl xəbər olacaq. Yəni əsas fe'l. Okay. Burada da nümunələr veribdir. Bunlara da baxarsınız. İndi bir neçə dənə not veribdir burada. İndiki bitmiş zamanda zaman zərfinə sual verirsək, cümlənin zamanı indiki bitmiş zamandan keçmiş sadə zamana keçir. Yəni uşaqlar, qısaca bunu demək istəyir. When və what time indiki bitmiş zamanla işlənmir. Əgər cümləm indiki bitmişdədirsə, when, what time işlədəndə onu keçirdəcəm keçmiş sadəyə. Bu boyda söz onu demək istəyirdi. İkinciyə baxaq. İndiki bitmiş zamanda yalnız when ilə sual verərsək, cümlənin zamanı dəyişir. What time-da da dəyişir. Təkcə when yox, what time-da da dəyişir. How long, onsuz da biz zamanları keçəndə öyrənmişdik ki, bu how long elə özü bitmiş zaman üçün olan sual sözüdür. Və yaxud da since when, nə vaxtdan bəri. Bu since ilə işlənən bitmiş zamanların, how long da for ilə işlənən bitmiş zamanların sual sözüdür.
Bu tip cümlələrdə have to modal feilinə, amorf feillərə və have feilinə diqqət etməliyik. Niyə diqqət etməliyik uşaqlar? Have to modal feildirsə biz bilirik ki, onun sualı do köməkçi feili ilə, do does və ya did ilə düzəlir. Düzdürmü? Amorf feildirsə biz onun indiki və ya keçmiş zaman olmasını təyin etmək üçün sonundakı s şəkilçisinə baxmalıyıq. Üçüncü sual. Ona görə ona əsasən köməkçi feilimizi təyin edəcəyik. Ya do, does verəcəyik, ya did verəcəyik. Have feilinin əsas və köməkçi olmasına diqqət etməliyik. Niyə? Köməkçidirsə, o keçəcək mübtədanın önünə. Biz nə öyrənmişik? Sualda köməkçi feil mübtədanın önünə keçir, əsas feil olduğu yerdə qalır. Düzdürmü? Xəbər yazım, qabağına da əsas feil yazım. Yox, əsas feildirsə, mən ora do, does köməkçi feili əlavə eləməliyəm və yaxud da did. İndi gəlin bu qədər danışdığım şeyi misallar üstündə izah edim. Baxın, burada modaldır, düzdürmü? Have to ilə veribdir. Mən bilirəm ki, modaldan, yəni have-dən sonra to gəlibsə birbaşa, deməli bu modaldır. Modalın da sualı köməkçi feillə düzələr. Artıq have-i qabağa keçirmərəm. Cut. Üçüncü şəxsdə cut-dan sonra indiki zamanda s olmalıydı. Burada yoxdursa, deməli bu keçmiş zamandır. Amorf feillər hansı feillərdir? İndiki və keçmiş zamanı eyni olan feillər, düzdürmü? Bunu sadəcə mən s şəkilçisi ilə ayırd edə bilirəm ki, bu keçmişdir, yoxsa indikidir. Keçmişdədirsə did verəcəm, indikidədirsə does verəcəm. Burada baxıraq. Has-in əsas feil olduğunu hardan biləcəm? Əgər has-dən, have-dən sonra digər nitq hissəsi gəlibsə, deməli bu əsas feildir. Yox, have-dən, has-dən sonra P2 gəlibsə, deməli o bitmişdir və bu köməkçidir. Əsas feildirsə onun sualına əlavə köməkçi feil lazımdır. Do, does. Yox, məsələn, burada bitmiş versəydim. She had. Gördünüzmü? Birinci həddən sonra P2 vermişəm. Onun sualı necə olacaq? Had, she had deyil. Sadəcə oradakı köməkli hədi önə keçirdəcəm. Və yaxud da başqa feil yazım bilək. She had played. Baxın, bu played P2-dir, düzdürmü? Deməli, bu bitmiş zamandır. Bitmiş zamandırsa, deməli, buradakı had köməkçidir, düzdürmü? Ona görə mənim sualım necə olacaq? Had she played. Amma played-dən sonra, had-dən sonra feil yox, P2 yox, başqa nitq hissəsi gələcəksə, she had a dream. Deməli, bu əsas feildir. Orada sual verəcəm. Did she have a dream? Sual vermək üçün köməkçi feildən istifadə edəcəm. Bu qədər. İndi keçək seçmə suallara. Ən asan şey, ən rahat tapılan alternative questions. İki fikirdən birini seçir. Or ilə işlənir, bağlayıcısı ilə bağlanır. Sən Gürcüstanlısan, yoxsa Azərbaycanlı? Sən gəlirsən, yoxsa gedirsən? Sən, yoxsa mən gedim? Gördünüzmü? Həmişə bu or bağlayıcısı işlənir.